İşğaldan azad olunmuş ərazilərdə məşğulluğun artırılmasına dair tədbirlər planında xüsusilə qadınlara nəzərəndə xüsusi tədbirlər nəzərdə tutulmuşdur. Və bu tədbirlər qadınların iqtisadi fəaliyyətə cəlb edilməsini, onların sosial-iqtisadi fəaliyyətinin gücləndirilməsini hədəfləyir. Onlar həmçinin Qarabağın və Şərqi Zəngəzurun sosial-iqtisadi və mədəni inkişafına töhfə vermək üçün müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Onların da hər birinə bu fəaliyyətdə daim uğurlar arzulayırıq. Təbii ki, bütün Azərbaycan xalqı kimi, xanımı kimi mən də çox sevinirəm ki, biz bugün qayıdış haqqında artıq bir neçə deyim, çoxlu sayda ailələr müxtəlif rayonlarımızda işğal altında olan, yəni hal-hazırda azad olunmuş rayonlarda məskunlaşırlar. Təhsil işçisi olaraq istəyərəm necə Qarabağ Universiteti başlayıb fəaliyyət göstərir, Şuşada da, digər bölgələrdə də təhsil ocaqlarımız yaradılsın və biz gedək orada davam edək. Qalib ölkənin vətəndaşları, qalib ölkənin xanımı kimi biz məhz bu torpaqlarda yenidən yaradırıq, yenidən qururuq. Bu ərazilərdəki qadınların rolu daha çoxdur. Çünki insanların adaptasiya dövrü var, hansı ki, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtdığı müddətdə onların bir adaptasiya dövrü var ki, burada qadınların da rolu böyükdür. Həm bir ana olaraq, həm bir müəllim olaraq, həm bir rəhbər olaraq və ən sonda bir Azərbaycan xanımı olaraq.